Salam aleykum. Ramazanın 27-ci günündəyik. Artıq ayrılıq qapıdadır. Bu günlərdə ən çox verilən suallardan biri budur. Ramazan bitəndə bu huzur, bu intizam və bu gözəl əxlaq da bitəcəkmi? Çoxumuz bu ayı mənəvi bir detoks kimi yaşayırıq. Lakin əsl məqsəd sadəcə 30 günlük təmizlik deyil, yeni bir mən inşa etməkdir. Bugün ritualdan transformasiyaya keçidi danışacağıq. Günün ayəsi, dəyişimin qanunu. Həqiqətən bir qövm, yəni xalq və ya insan, öz nəfsində olanı, yəni özünü dəyişmədikcə, Allah da onların halını dəyişməz. Rə'd surəsi 11. Açıqlama. Bu ayə sosioloji və psixoloji bir qanundur. Əgər biz Ramazan boyu qazandığımız səbri, dürüstlüyü və yardımlaşmanı sadəcə bu ayın sərhədləri daxilində saxlasaq, həyatımızın keyfiyyəti dəyişməyəcək. Allahın yardımı və həyatımızın gözəlləşməsi bizim daxili aləmimizdə etdiyimiz köklü dəyişikliklərdən asılıdır. Ramazan bizə bacara bilərsən mesajını verdi. İndi isə bu dəyişimi qalıcı etmək vaxtıdır. Günün hədisi. Az və davamlı olanın gücü. Hədis. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Allah qatında əməllərin ən sevimlisi az da olsa davamlı olanıdır. Buxari və Müslim. Açıqlama. Biz çox zaman böyük sıçrayışlar etmək istəyirik, amma mənəviyyatda əsl qələbə stabillikdədir. Ramazandan sonra hər gün yüzlərlə ayə oxuya bilməsəniz də, hər gün bir ayə oxumaq olar. Hər gecə təhəccüdə dura bilməsəniz də, gündəlik namazları və dürüstlüyü qoruya bilərsiniz. Bu hədis bizə göstərir ki, Allah kəmiyyətə deyil, sədaqətə və davamlılığı önəm verir. Günün duası, istiqamət və sabitlik diləyi. Gəlin bugün mənəviyyatda sabit qala bilmək üçün bu dua ilə Rəbbimizə sığınaq. Allahım, Ramazan boyu qəlbimizə yerləşdirdiyin nuru söndürmə. Bizə qazandığımız gözəl vərdişləri ayın sonundan sonra da davam etdirmək üçün güc və iradə ver. Ey qəlbləri bir haldan başqa hala çevirən Rəbbimiz! Bizim qəlbimizi sənin dinin və sənin sevgin üzərində sabit eylə. Bizi sadəcə Ramazan bəndəsi deyil, həqiqi bir qul eylə. Amin. Əziz dostlar, bugünün tapşırığı mənəvi bir proyeksiyadır. İftardan sonra özünüzə Ramazandan bir ay sonraki özünüzə kiçik bir məktub və ya not yazın. Bugün hiss etdiyiniz o huzuru, verdiyiniz sözləri qeyd edin. Bir ay sonra o kağızı açanda harda olduğunuzu görəcəksiniz. Dəyişim bugün, bu saat başlayır. Şərhlərdə Ramazandan sonra da davam etdirmək istədiyiniz bir vərdişi yazın. Sabah 28-ci gündə vidalaşma və şükür mövzusunda görüşənədək Allaha əmanət olun.